Salam dostlar. Deməli, şişirtmə gübrələri bazarda təklif olunur. Yəni ancaq kalium olmur da. Yəni bu şəkildə şişirtmə, kalium yetişmə gübrəsidir, şişirtmə yox. Şişirtmə gübrəsi azotdur, sudur, kalsiumdur. Kalium ağırlıq gübrəsidir. Yəni meyvəni ağırlaşdırır, yetişdirir və s. İlkin dövrdə meyvələrə daha çox su vermək lazımdır. Şaftalı və nektarın xaric bütün ağaclara su normadan çox verilərsə hər hansı bir sıxıntı yaratmır. Şaftalı nektarında isə meyvənin özündə şirə və qətran axınına səbəb olur meyvənin özündə. Ona görə şaftalı ilə nektarını çox su vermək lazım deyil. Yetişmə, şəkər toplama dövründə daha çox su vermək lazımdır. Kalium bitkidə çox vacib bir makroelementdir və bunun əsas vəzifələrindən biri fotosintez elementi olmasıdır. Stomaların açılıb bağlanmasını tənzimləyir, karbon qazının qəbulunu, suyun bitki daxilində düzgün idarə edilməsi, buxarlanması kimi işlərdə birbaşa elementdir. Qısacası osmotik tənzimləyicidir. Yəni bitkinin daxili təzyiqini tənzimləyən elementdir. Bitkinin quraqlıq və istiliyə dözümlülüyünü artırır. Zülalların, yağların, karbohidratların sintezində, bitki daxilində qısa zamanda təminatçı, təchizatçı kimi iştirak edir. Meyvənin ağırlaşmasını, şəkər toplamasını, rəngini, Brix dəyərinin artmasını təmin edir. Xəstəliklərə qarşı müqavimətini artırır. Amma hüceyrə bölünməsində maksimum 5% iştirak edə bilir. Heç bəzən də etmir. Meyvənin şişməsi üçün planlama ilk olaraq kalsium tətbiqindən başlanmalıdır. Çünki kalsium hüceyrə bölünməsində ən önəmli elementdir. Şişmə ümumiyyətlə hüceyrə bölünməsi ifadəsinin loru dildə formasıdır. Şişmə deyəndə elə hüceyrə bölünməsi nəzərdə tutulur. Yəni internetdə də hər hansı bir araşdırma aparsanız, hüceyrə bölünməsində iştirak edən ən başlıca element kalsium. Indi qaldı kalsium tətbiqinə. Kalsium nə qədər tətbiq etsəniz də su verilməsə, kalsium da bir işə yaramır. Çünki kalsium suda ən zəif həll olan gübrə olduğuna görə bitki bir şəkildə çoxlu su içməlidir ki, su ilə bərabər kalsium ehtiyacı ödəmiş olsun. Ona görə də ən önəmli şişmə dərmanı sudur. Xüsusilə gilasda ilkin dövrdə tökülmələrin müxtəlif formaları ilə qarşılaşırıq və səbəbləri də müxtəlifdir. Bor əslikliyi, kalsium əslikliyi, göbələklər və s. Su yetərincə olduğu halda bütün səbəblər ya aradan gedir, ya da nəzərə çarpmayacaq qədər az zərər vurur. İstənilən hüceyrənin yarısı sudur, yarısı havadan ibarətdir. Bunun su hissəsinə kalium, hava hissəsinə isə kalsium təmin edir. Yəni kalium çox olarsa, hüceyrədə su çox olur və meyvə ağır olur. Amma həm kalibrdən söhbət getmir. Sadəcə hazırda olan meyvənin içində hansı ölçüdədirsə, onun içində su çox olur və meyvə ağır olur. Amma saprotiv, yəni çürümə göbələklərinə müqavimət azalır. Həm də partlamağa meyil çoxalır. Kalsium çünki içi dolu sudur. Məqam lazımdır ki, buna yüngül bir dənə yağış mı deyim, yüngül bir dənə toxunma lazımdır ki, buna partlama baş versin. Kalsium çox olarsa isə meyvə iri olur, amma çəkisi az olur. Ona görə də şişmə planında mütləq hər iki element uyğun konsentrasiyada verilməlidir. Məsələn, bir dəfə saf kalsium preparatımızdan veriləcəksə, yəni tona 2 litrli, növbəti dəfə 5-15-45 gigant məhsulumuzdan verilməlidir və bir yerdə verilməsini də tövsiyə etmirəm. Çünki hər ikisi ayrı-ayrı funksiyası var, hər ikisinin də yetərincə funksiyası var. Ona görə ayrı-ayrı verilməlidir. Mümkün halda 3-4 gün arayla tətbiq edilsə daha yaxşı nəticə götürmək olur. Şişirdici olaraq hər kəsin kalium ağırlıqlı gübrələr təklif etməsi düzgün yanaşma deyil, tamamilə yanlış yanaşmadır. Kalium yetişdirmə gübrəsidir, yetişdirmə. Yəni tez qızartsın, nə bilim, tez yetişdirsin, şirin olsun, bu şəkildə o təklif oluna bilər. Kalsium isə birbaşa şişirtmə gübrəsidir. Kalsium da dalbadal atıla bilməz. O zaman Brix aşağı düşür. Yəni meyvədə hüceyrədə hava hissəsi çoxalır və şəkər toplana bilmir və Brix aşağı düşür. Mütləq kalsium 3 gün sonra kalium və yenə də təkrarlana bilər və amma interval mütləq gözlənilməlidir. Bizim saf kalsium məhsulumuz da həm sürətli mənimsənilə bilən bor var tərkibində, həm deformasiyalar üçün molibden var, deformasiyaları önləmək üçün, həm də çatlama və yola davamiyyəti üçün silisium iyonları var ki, bizim saf kalsiyumu tətbiq edəndə 4-5 kompleks iş görür, yəni 4-5 işi bir yerdə görür. Gigant da kalium gübrəsi olaraq hormonal kompleksdir. Qısa zamanda meyvədə Brix yarada bilir. Yəni uzun sözün qısası. Meyvəni şişirtmək üçün
Kalium olmur. Gərək meyvə şişirtmə planı kompleks ola. Ən vacib bir meyvə şişirdən element azotdur. Yəni istənilən ədəbiyyatı açın. Meyvə şişirtmək üçün ən vacib elementlərdən biri azotdur. Niyə? Çünki şəkər meyvə şişməsində ən vacib detal sudur. Azot verildiyi halda bitki materialları çoxalır, meyvə şişməsi, bitki materialı çoxalırsa ümumi meyvə daxilində olan bütün şəkərlər, meyvə daxilində olan bütün maddələrin istehsalı həmin o bitki materiallarında, yəni yarpaqlarında istehsal olur. Yarpaq nə qədər çox olursa, meyvə də bir o qədər şişir. Amma sözüm nədir? Azotla da meyvə şişirtməzlər. Çünki keyfiyyət də önəmlidir. Keyfiyyət üçün mütləq şəkildə dediyim kimi birinci diqqətə alması məqam sudur, yarpaqdan kalsiyumdur. Yəni kökdəki kalsiyum üçün zaten su yetərlidir. Su yetərlidir. Yəni kalsiyum verməyə ehtiyac yoxdur. Torpağın özünün kalsiyumu var. Yetərincə su olsa torpaqdan yetərincə kalsiyum təmin olunacaq. Yarpaqdan tövsiyə olunan kalsiyum 3 gün ara ilə kalium verilməlidir. Yenə də təkrarlana bilər. 3 gün sonra yenə kalsiyum, yenə kalium verilə bilər. Çünki kalsiyum da hüceyrə bölünməsi elementi. Hüceyrənin bölünməsində iştirak edən yeganə element kalsiyumdur. Ondan ötürü ancaq kalium verməklə meyvənin kalibrinə təsir edə bilməzsiniz. Meyvənin kalibri öz xodu ilə gedəcək. Verdiyiniz kalium da onu qısa zamanda yetişdirəcək. Və kalibr əldə etmək üçün plan deyil o. Belə uğurlar. Yəni istəyirəm ki, düzgün istiqamətlənən. Hər bir səhv müəyyən bir maddi zərər